Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, ataları, qazilər, veteranlar, vətənə aşiq olanlar. Bugün hər birimiz bildiyimiz kimi igid ərənimiz, mübarizimizin adı ilə bağlı olan bir tədbirdə, onun anım günündə cəm olmaqdayıq. Və bizim üçün həqiqətən də qürurludur ki, tarixdə hər birimiz bilirik ki, bizim anamız Azərbaycanın flora faunası o qədər zəngindir ki, tarix boyu anamız Azərbaycanımızı nə qədər istəyən, sevən dostları olubsa da gözü götürməyən düşmənlər də olub və bu düşmənlərdən qoruyan, onların mühafizəsində duran, torpağımızın, vətənimizin keşiyində duran məhz mübariz kimi igid ərənlərimiz, Koroğlularımız, Babəklərimiz, ərənlərimiz olubdur. Və bu gün də igid ərənimizin, mübarizimizin adı ilə bağlı olan bir tədbirdəyik və onun davamçıları olan igid ərənlər də burada onun yanında uyumaqdadılar. Ancaq İnşallah arzu ederim ki anamız Azərbaycan bundan bir daha qanqada görməsin. Xeyirli günləri açılsın anamızın bu qapıları, bacaları, dostlarımız gəlsin bizi ziyarət etsin. Düşmən niyyəti ilə heç kəs bizim Azərbaycanımızın qapısından biri içəri girməsin inşallah deyirəm. Və hər zaman da tədbirlərdə özümə borc bilirəm, qeyd edəm ki, bizə gəl bugün bu gözəl anamız, bu gözəl məmləkətimiz Azərbaycanımızın vətən torpaqlarında şəqraq addımlayırıqsa, aydın səmada nəfəs alırıqsa, məhz bir zamanlar mən fəxr edirəm ki, Azərbaycanlıyam deyib də Qarabağ bizimdir, Qarabağ Azərbaycandır nidası ilə çıxış edən və bu nidanı 44 günə təsdiqləyən Cənab Ali Başkomandana və onun dəmir yumruğa ətrafında sıx birləşərək bizə qalibiyyət yaşadan igid ərən müzəffər ordumuza, şəhidlərimizə, yarı əzalı qazilərimizə hər birimiz bir vətən evladı olaraq can borcluyuq. Eşq olsun vətənin belə igid ərənlərinə. Və bu gün də mən bir ictimai birliyin, Azərbaycan Respublikası, şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin İnsan Resursları şöbəsinin müdürü, vətənpərvər şair, Qızılqələm mükafatı laureatlısı, Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü olaraq bu gün burada igidimiz mübarizimizə göz yaşı ilə yazdığım Mübarizim adlı poemamı burada sizinlə bölüşmək istəyirəm, izninizlə. Haqqında yazıldı bir deyil onlarla əsər. İstəmədin o dağda qalsın düşməndən əsər. İstədin Qarabağda havalansın xanın səsi, xan əminin möhtəşəm Qarabağ şikəstəsi. Səni bizə bəxş edən o dəyərli anaya, el içində hörmətli, izzətli o ataya, vətən sevgisindən coşqulu məktub yazdın, vətən eşqi ilə döyünən qəlblə kan aldın. Bu vətənin yolunda öldürərəm, ölərəm, bilin ki mən vətəni canımdan çox sevənəm. Can hələ nədir ki, qurban ola iki gözüm, ana mən tək oğlunla daima sən də öyün. Şəhid olsam atacan, mübarizinlə öyün. Bu oldu ata-anaya dediyin son sözün. Ateş libasını həmənlər əyninə geyib, ya Qarabağ, ya ölüm sözünü əzbərləyib. Gecənin bir aləmi bozqurt tək sən atıldın, yağı düşmən bağrına bir ox tək sancıldın. Görünən bu kəndə nəyə lazım ki bələdçi? Mübariz Fərhad tək nər əlindədir külüncü. Tək başına onlarla düşməni o məhv etdi. Turan olan ellərin qəlbinə o köç etdi. İbrahimov mübariz Ağakərim oğlusan. Nazlı yazar şeirinin sən uca vüqarısan. Şamama ananın aslan biləkli nər oğlu. Anan Azərbaycanın milli qəhrəmanısan. İstəmədin Qarabağı, bürüsün duman, çən, arzundu Qarabağda, hər kəs gülüb olsun şən. Bayraq sevdalısan, sən igid Aran oğlu, Turanın bir bayraqdarı, sən bir Turan oğlu. Sən Yahya Caniyarın Turan mübarizisən, qisas gecəsində mübariz cəsarətisən. Ölüm son deyil ki. Sən əbədiyyət nəğməsi, Oriental ulduzu, Turan bahadurusan. Tək ilin adamı deyil, elin adamsan. Turan cəngavəri, Turanın igid oğlusan. İstiqlal snayperinin mübariz tüfəngi adına filmlər çəkilən nərsən, qəhrəmansan.
O məğrur igid adın daim yaşasın deyə Sumqayıtda adını verdilər bir küçəyə. Biləsuvardan Sumqayıta gələn qonaq var. Fəxri qonaq, atan, anan sənlə qürur duyar. Əliyabad kəndinin Seyid nəvəsinərim. Əli dəstəmazlı, namazlı nər cəngavərim. Xeybər qapısını tək əllə alan əlinin yolunun davamçısı tək canla döyüşənim. Döyüşdün düşmənlə adın tək mübariz mətin. Verdiyin o dərslərdən düşmən ayılsın çətin. Baş tacı qeyrət simvolu, elin vuran qolu. Qürur mənbəyisən, görən gözü bu millətin. Çay tək axan qanını vətən torpağı utdu. Qanınla bir gül açdı, digəri qönçə oldu. Düşmənlə təkbətək, bozqurd tək döyüşən igid. Mübarizim Çaylıda şəhadətə qovuşdu. Nərərənim ölməmsən, sən dirisən, sağsan, Şuşada, Xan kəndində bayraqsan, dalğalanan bayraqsan, xarı bülbül çələngim, günəş təksən, parlaqsan, əbədi məşər kimi, sən daim nur saçansan. Dövlət Neft və Sənaye Universitetində o qartal baxışlı məğrur heykəlin ucalar, Kanada, Ottavada xatirə lövhən də var. Mübarizim tankerin dənizdə dalğalanar. Adını fəxrlə daşıyan bir orta məktəb də var. Bu məktəbdə yenilməz nər abidən ucalar, təhsil ucağında oxuyan gənc nəsillər, kiçikdən böyüyə, hər kəs səninlə fəxr duyar. Bilirəm mübarizim, min bir arzum var idi. Vətən sevdasısa hər arzudan öndə idi. Adını doğruldan nər, cəngavər mübarizim. Arzular gerçək oldu, deyim bil mübarizim. Ruhlardı pərvaz edən, azad olan ellərdə, mübarizlər zəfər çaldı 44 gün ərzində. Vətənə canım qurban deyən nər igidlərin o şanlı bayrağındır dalğalanan əlində. Nər oğul mübarizlər bir deyil ki, min oldu. Qarabağlı arzular yuxu deyil, Çin oldu. Nəhayət ki bu savaş dayandı, son ucaldı. Nərim, bayraq Xocalı, Xan kəndində ucaldı. Qarabağ Azərbaycandır deyən baş komandan dəmir yumruq əli ilə bu bayrağı ucaltdı. Ulduzlu hilalıyla üç rəngli şanlı bayraq Dədə babamın yurdu İrəvana yol aldı. Dədə babamın yurdu İrəvana yol aldı. İnanıram ki bir gün bizim dalğalanan üç rəngli ay ulduzlu bayrağımız bu igidlər unudulmamaq şərti ilə qədim İrəvanımızda da bir gün dalğalanacaq. Ruhu qarşıda baş etsin.